Yeni mətbəximdən hər kəsə salam. Gördüyünüz kimi artıq yeni bir evə köçmüşük. Əslində digər evi də heç göstərməmişdim sizə. Digər ev də çox qəşəngdir. Sadəcə 2 nəfər üçün biraz kiçik idi. Daha geniş bir evə köçdük. Və gəlin buranı birlikdə yığışdıraq. İlk mətbəxdən başlayırıq. Əslində bir neçə şeyi qoymuşam. Ümidvaram bu ev bizə düşərli olar və burada çoxlu qəşəng maraqlı videolar çəkərəm sizlər üçün. Başlayaq. Əslində hələ tam köçüb qutara bilməmişik. O bir evdə də bir neçə əşyalarımız var. Amma gətirdiyim qədərləri ilə çox səsini gətirmişəm. Onları yığacağam. Bir neçə böyük mebel, Ikea'dan aldığımız mebeldir. Sonra Amazondan stol sifariş etmişdik. İş masası onlar qalıb. Onlar da köçəndən sonra onları göstərərəm sizə. Bu vlog əslində bir-birinin arasında çox uzun bir müddət olan iki fərqli günün birləşməyindən əmələ gəlir. Bu gün bizim evə ilk köçdüyümüz gündür. Gördüyünüz kimi hər yer tozdur, kirdir. Mən yavaş-yavaş yığışdırmağa və səliqəyə çalmağa çalışıram. Sonra mən kiçik bir tətildən qayıdandan sonra birbaşa bu evə köçdük. Ondan sonra biz Azərbaycana getdik Novruz bayramı üçün, bayramı ailələrimizdən qeyd etmək üçün, birlikdə olmaq üçün, qohum-əqrabanı görmək üçün. Sonra yenidən qayıtdıq və bu həmin iki günün birləşməyindən ibarət olan vloqdur. Burada hələ ki bilmirəm siz yeni evə köçəndə hardan başlayırsınız, necə başlayırsınız? Mənim bu ilk tək olaraq ev yığışdırma təcrübəm idi və biraz qarışıq gəlmiş ola bilər sizə. Bura bizim məhz sağlam həyat tərzi keçirməyə çalışdığımız və məncə bunu bacarırıq. Bunun üçün olan məhsullardır. Burada quru meyvələr var bir neçə. Sonra balqabaq tumu var. Çox xeyirli bir şeydir. Fıstıq əzməsi var. Spirulina tozu var. Bu da çox xeyirli kokteyllərə və ya bowllara qatırıq. Baldır. Belə bir balqabımız da var. Bunu da bura qoyacağım. Sadəcə dediyim kimi bunun üstü şirəldir. İçində bir damcı qalıb. Gözləyirəm qutarsın ki bunu atım qab yana yuyulsun. Bu yağı adətən biz bu qabda işlədirik. Bu cür sprey qabda daha az istifadə edirik. Deyə bilirsiniz ki, baxmayaraq ki, zeytun yağı işlədirik, yenə də ziyanlıdır yağ. Yəni çox istifadə etmək, ona görə sprey qabda istifadə edirik. Həm də air fryerdə çox az yağ istifadə olunur. Ona görə bu bizə çox sərf edir, pis edirik, qutarırıq. İndi hələ ki, necə deyərlər, biraz draft yığıram. Yəni taslak yığıram. Hələ tam əmin deyiləm. Ona görə bəzi şeylər bəzilərindən tutmaya bilər. Bura hələ ki çay qoymuşam. Göstərim sizə. Çay, kakos var burada. Yuxarıda da kuru bakliyat. Yəni taxıldır. Taxıl nə ilə olur? Düyüdür, mərcidir, makarondur, lazanya xəmiridir. Bunları da bura qoyuram. Hələ dediyim kimi içindən çox şey çıxacaq. Çıxdıqca da düzəldəcəm bir. Orada da düyü ilə mərcidir. Bura qablar gələcək indi. Görüm bu qablar hansı klokun içindədir. Bu evin istisnasız olaraq ən sevdiyim yanı evin hər zaman günəş alması və hər zaman işıqlı olmasıdır. Bilirsiniz ki, mən çox çəkiliş edirəm və mənim üçün günəş işığı xüsusi vacibdir. Səhər mətbəxə, günorta qonaq otağına, axşam isə yataq otağına çox gözəl günəş işığı vurur və evi lampanı yandırmasam belə işıqlandırır. Hal-hazırda evi görürsünüz, amma şoka düşməyin. Birinci pərdələri çəkim. Ev işıqlansın. Ev ümumiyyətlə çox işıqlı. Bu pərdələri çəkəndə və ümumiyyətlə işıqlı olacaq. Belə. Evin özü məhəlləyə baxır. Amma bizim üçün okeydir, bir problem olmur. Hal-hazırda evin ortasında gördüyünüz televizoru növbəti kadrlarda artıq orada görməyəcəksiniz. Çünki biz ümumiyyətlə televizora baxmadığımız üçün onu oradan yığışdırıb yerinə iş masası qoyduq. Daha sonra şkafdan dolu olan otağa keçirəm və paltarları istədiyim qədər, istədiyim cür rahat-rahat səliqəyə salıram və keçirəm mənim Alex Ikea dolabımda apteçkanı yığışdırmağa. Bir neçə vaxt keçmiş dərmanları atıram. Hər kəsə salam. Sabahınız xeyir, əziz dostlar. Saçıma fikir verməyin. Bu dəqiqə oyanmışam, üzüm də şişdi və haradasa az qala bir ay sonra yenidən YouTube-a video atıram. Özümə söz vermişəm ki, bu aprel ayı çox produktiv olacam. Hər gün işləyəcəm, hər gün videoları paylaşacam. Görək nəticəsi necə olacaq.
Bu gün istəyirəm məhz bu günümü planlayım. Bunu YouTube-da başqa YouTuberlardan görürdüm. İstəyirəm mən də eləyim, görüm necə olacaq. Planımda yazmışam. Mən ümumiyyətlə çox planlı işləyən adamam. Həmişə hər gün nələr eləyəcəyimi yazıram. İndi o sizə planımı göstərim, onunla bərabər irəliləyək. Bu mənim dəftərimdir. Bunun içinə istədiyim şeyi yazıram, istədiyim planı qururam. Nə bilim, məsəl üçün nəsə yapışdırıram. Hər şey edirəm bu dəftərin içində. Deməli, aprel ayını ümumi planını qurmuşam. Sadəcə məhz eləmək istədiyim rəqsə yazılmaq, kitab oxumaq, Instagram, YouTube-u daha aktivləşdirmək və işlə bağlı bəzi fikirlərim var. Onların üzərində işləyəcəm. Sonra burada mənim statistikalarımdır. Görürsünüz, YouTube-dan artıq çox izləyici itirmişəm. Çünki heç nə paylaşmıram. Və çəki biraz arıqlamaq istəyirəm. 60 kilogramım. Bunu biraz dəyişmək istəyirəm. Bu günün planı, 2 aprelin planı. Instagramda post bir ay ərzində dediyim kimi aprelin 1-dən etibarən istəyirəm hər gün nəsə paylaşım Instagramda. Ümid edirəm bu işə yarayar. Instagramda post, YouTube-da edit eləyəcəm. Kitab oxumalıyam, 2 litr su içməliyəm, yenə işlə bağlı bir şey eləyəcəm. Rəqs, təmizlik, 5000 addım və Instagramda məndə bir dənə problem var, onu həll etməyə çalışacağam. Gördüyünüz kimi işim dəhşət çoxdur. Saat hal-hazırda 9-un yarısıdır. Getdik. İlk öncə nədən başlayacağım? Biraz yer yığış eləyəcəm. Belə. Burada olan əşyaların dilini tam başa düşmədiyim üçün, yəni işləmə prinsiplərini daha doğrusu, paltaryanı qoşarkən biraz çətinlik çəkdim. Amma qoşdum. Bütün krasovkaları da atdım, paltaryanı da yudum. Mən ümumiyyətlə krasovkaları həmişə belə təmizləyirəm. Heç vaxt özümü əziyyətə salmıram. Atıram, paltaryan yuyur qəşəng. Gördüyünüz kadrlar Azərbaycandan gələndən sonraki olan kadrlardır. Bunu çox rahat şəkildə başa düşə bilərsiniz. Çünki hamı kimi mən də köçəlib gəlmişəm. Bilmirəm sizdə də belədir ya yox. Evdə insan çox rahat bir şəkildə rejimə riayət edə bilir, amma başqa yerə gedəndə bu mümkün deyil. Çünki mən anamın hər səhər necə paxlava ilə çay iç, qoğanla çay iç, bir dənə də bu şəkər bilan ye, bir dənə də bu əti ye, bir dənə də bunu ye deyə. Mən də yox demədiyim üçün, sadəcə yox demədiyim üçün hamısını yeyərək biraz köçəlib gəlmişəm. Amma burada rejimimə yenidən qayıtmışam və hətta gələndən bu yana, bu videonu mən 2-3 gün əvvəl çəkmişəm, gələndən bu yana 1,5 kilo bu qədər çəkidə arıqlamışam. Bayaq dediyim kimi buradan televizoru götürüb yana yerləşdirdik və burada iş masamızı yerləşdirmişik. Daha sonra artıq evdə qəşəng səhər yeməyimi hazırlayıram. O şəkər buralardan, paxlavalardan sonra yenidən qəşəng yulafıma qayıdıram. Mənə səhv başa düşməyin, mən paxlava və qoğalı çox sevirəm, şəkərba sevməsəm də. Amma özüm hazırladığım yulaf, quru meyvələr, fıstıq əzməsi, süd, ümumiyyətlə bunun hazırlanma prosesi belə məni xoşbəxt edir. Nəinki içi şəkər dolu paxlavanı yemək. Amma o da dadlıdır, indi yalan danışmayayım. Bunu hazırlayıram gördüyünüz kimi. İstəsəz bunu da əlavə videosunu çəkərəm. Sonra yenidən mətbəxi yığışdırıram. Ən çox vaxt keçirdiyim yer mətbəxdir, təbii ki işdən sonra. Amma yenə də mətbəxi yığışdırmağı çox sevirəm, mətbəxdə işləməyi çox sevirəm. Çünki mən yemək bişirməyi, nəsə hazırlamağı dəhşət çox xoşlayıram. Daha sonra YouTube üçün bir neçə shorts videosu editləyirəm. Hələ heç birini paylaşmamışam, amma bu gündən etibarən YouTube'da aktiv olmağa çalışacağam. Sonra evin ilk yeməyi təbii ki plov bişirirəm. Mən bu plovu tərəvəzli bişirdim. Biz həmişə belə edirik və çox xoşumuza gəlir və bu dəfə ət suyuyla bişirdim düyünü və çox dadlı idi. Qazın üzərinə fikir verməyin, çünki əti bişirərkən daşırtmışam, onu sonra təmizləyəcəm. Qalan salatla da mayonezlə, qatıqla başqa bir yemək hazırladım özümüzə aşın yanında. Video bu qədər. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Sizləri yenidən kanalımda görmək çox xoşdur. Hələlik.